Bildiğiniz gibi bu günləri gelmişik Ankara'da en tanınmış bir ibadet ocağındayız, dini ocaqdayıq və bildiyiniz kimi camidəyik və bu camidə hər birini dinləyərək oxuyaraq, dinləyərək biz də öz ibadətlərimizi edərək bir daha Türk yurdunu, Türk torpaqlarını ziyarət etdik və burada dinin ən yüksək nəticəsini, dinin ən doğru, ən dürüst, düzgün ibadət olunmasını və hər zaman Türk milləti olaraq dəstəklənməsini və onu dini qoruyub saxlanmasını bir daha da şahidi oldu. Allah qəbul etsin bütün müsəlmanların inanc yerlərini, dini ocaqlarını.